Cəmaətinizə bir xəbərdarlıq edirəm. Əgər 3 nəfəri kollektiv idarə edə bilmirsiniz, deməli siz yerinizdə deyilsiniz. Xəbəriniz yoxdur ki, bu gün onları çağırıblar, yoxsa yox. Amma sizə tapşırıq verilir mərkəzə. Hamı iştirak eləməlidir bu gün burada. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov bütün rayonların tibbi sosial ekspert komissiyaları sədrlərinin iştirakı ilə keçirdiyi tədbirə kəskin iradla başlayıb. Nazir bildirib ki, komissiyalarda aparılan yoxlamalar zamanı xeyli nöqsan aşkarlanıb. Səlim Müslümov bu komissiyalara nəzarət edən Ali Nəzarət Komissiyasının ləğv edilməsinə göstəriş verdi. Bizə mərkəzdə hər hansı belə bir qurum lazım deyil. Hazırlayın müvafiq dəyişiklikləri Nazirlər Kabinetinə də biz müraciət edəcəyik. Əgər bu arayışları da mərkəzdə kimsə alıb əlinin altına bunu satırdısa, onda bəs siz nə işlə məşğul idiniz orada bu 50 nəfərə yaxın adam? İclasda çıxış edən Nazir müavini Natiq Məmmədov Respublika üzrə komissiyaların fəaliyyəti ilə bağlı hesabat açıqlayıb. Məlum olub ki, bəzi komissiyalarda ölkə üzrə intensivlik əmsalı dəfələrlə yüksəkdir. Səlim Müslümov fəaliyyətlərində nöqsanlara yol verən komissiya sədrlərini elə iclas zamanı işdən azad etdi. Elə bizim rayon, şəhər, tibbi sosial ekspert komissiyaları var ki, əhalini başdan başa ucdan tutma əlil edib qoyub ortaya. Hər 1000 nəfərdən 50-sini əlil edən bizim tibbi sosial ekspert komissiyamız var. Adam var, yenə Abşeronda baxıram, gəlib, müharibə əlilidir, barmağının birini güllə aparıb. Yoxdur barmağının biri. Deyir, neçə ildir mənə çağırırlar ki, gəl keç. Mənim barmağım yerinə bitəndir. Həkimdən soruşuram, bu nədir? Deyir, biz neyin? Yəni, Nazirlər Komitəsi əsasnamədə belə yazır. Dəyişmək lazımdır bu əsasnamələri. Qutarmaq lazımdır belə hoqqaları. Bunun bir yolu var, insanlara əziyyət verib onlardan nəsə olmaq. İlbəyin nəsə olmaq 10 il ərzində. Xətay kimdir? Gedə bilər. Sumqayıt gedə bilər. Xaçmaz 26.5%. Gedə bilər. Qazaq Ağstafanı yola saldıq. Getdi mi Qazaq Ağstafa? Getdi. Zalı tərk edən hamımız kimlərin adlarını çağırmışıq. Səlim Müslümov ümumilikdə 14 rayonun tibbi komissiya sədrini işdən azad etdi. Lənkəran və Füzuli rayon komissiyalarının rəhbərləri isə işdən azad olunaraq həkim vəzifələrinə keçirildi. Bəzi komissiya sədrlərinə isə yerindəcə tapşırıqlarını verdi. Arayışlarını gözləyən vətəndaşların müraciətlərinə dərhal baxılmasını tapşırdı. Təcil onun bütün arayışlarını göndərir. Hər insanlar onun hamısını alsınlar, çox özü eşidən biləm orada bir dənə, bir kəlmə əlavə bir söhbət zad var, onda ən yaxşı halda buradan hamınız çıxıb gedərsiniz. Ən yaxşı halda. Nazir dedi ki, arayışların gecikdirilməsinin qarşısının alınması üçün elektron xidmətə keçiləcək. O xidmətin dekabrın sonuna qədər işə başlaması üçün tapşırıq verdi. Bundan başqa, məlum olub ki, bəzi komissiyalar Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirən insanlara arayışlar vermir və yaxud bəzi komissiyalar qanunsuz olaraq bu və digər adla saxta arayışlar təqdim edib. 50 üçün müraciət edən şəxslərin məsələlərinə bəzi hallarda qeyri-obyektiv baxılır. Məsələn, nə danışırsınız? Qarabağ müharibəsi əllərdir. Bəli. 20 il, 15 il bu insanlar nə müalicəyə nə həkimə müraciət edirlər, nə xəstəxana şəraitində müalicə olunurlar, nə müalicə olunurlar. Amma 20 il bundan öncə həkim Müdafiə Nazirliyi hospitalında epidrisi təqdim edərkən o epidris əsasında 20 ildən sonra, 15 ildən sonra 50 təyin olur. Qarabağ 50 status alır. Səlim Müslümov yoxlamaların davam etdiriləcəyini, baş prokurorluqla birlikdə araşdırmalar aparılacağını bildirdi. Jalim Məhdi, Əjdər İbrahimov, APA TV.